Bu günləri Avropaya gəzmək çox da bahalı bir şey deyil. Bunun özü də bir investisiyadır, amma şəxsi bir investisiya. Yəni siz bura gəlməklə siz gələcəyin necə formalaşdığını görə bilərsiniz. Biz bəzən həvəsindəyik ki, böyük evlər, amma büdcəmiz ona çatmır. Burada gəlib görürük ki, bir otaq, iki otaq evlər də lazımlıdır və yaxud da maşınların çox böyük motor olmağına ehtiyacı yoxdur. Xırda motorlu maşınlar da işə yarayır və gələcəyin necə formalaşdığını da görə bilərik. İnsan davranışları burada necədirsə, böyük ehtimal gələcək illərdə də Azərbaycanda bu şəkildə olacaq. Yəni sadəcə önəmli deyil pulu yığmaq. Hər də biz pulu yığmaqdan danışırıq, amma pulu xərcləmək önəmlidir. Təbii ki, siz çox bahalı da otellər seçə bilərsiniz, bahalı restoranlar da seçə bilərsiniz, amma eyni zamanda daha az büdcə ilə bura gəlməyimiz əsasla gənclər önəmlidir ki, gələcəyi bir baxıma görüb öz davranışlarınızı da o şəkildə formalaşdırasınız.